etiraz edir doktorlar. Heç kimə mane olmadan adamlar rayondan gəliblər. Heç bir əsası olmadan bunları ixtisara salıblar. Rayonlarda stomatolog, həkim çatışmazlığına baxmayaraq, yəni bugünə qədər də təbii bunlara heç nə verməyib, heç bir materialla təmin edəməyib, amma ixtisara gəldikdə hamısı ixtisar oldu. Bunlardan tələb olunan Cənab Vüqar Qurbanovun dediyi o 5 manat məsələsi də yəni heç bir əsası yoxdur. Onun ödənməsi üçün heç bir şərait yaradılmayıb. Yəni rayon da yaşayan, kətdə yaşayan pasiyent getməlidir. Yəni getməlidir rayon mərkəzinə 30 kilometr gedib 5 manatı ödəyib sonra gəlməlidir həşmiyə. Yəni belə bir absurd bir qərarlar verilir. Cənab Prezidentin dediyi, verdiyi qərarlara qarşı çıxır təbii. Yəni insanlarda etiraz yaradır. Zamanla bu böyük etirazlara səbəb olacaq. Çünki həkim stomatologu yoxdur rayonlarda. Yəni 180 min, 200 min əhalisi olan rayonda 5 dənə stomatoloq. Və insanlar məcburdur özəl mərkəzlərə müraciət etsin. Bu da ki, ödənişli olmalıdır. Amma kimsə bunu hər kəs ödəyə bilmir, yəni bildiyimiz kimi. Bu da haqlı etirazlar gətirib çıxardacaq. Təbibdən cavab gözlənilir. Cənab Qurbanov özü bu insanları qəbul edib açıqlama verməlidir.